Bəs elektron kənd təsərrüfatı informasiya sistemindən bağlı vəziyyət nə yerdədir? Yəni fəaliyyətdə olduğu illər ərzində götürsək, ötən il nələr dəyişdi və yaxud da bu il o sistemdə nələrin dəyişməsi və yenidən tətbiq olunması nəzərdə tutulur? Subsidiya mexanizmi təkmilləşdikcə, dəyişdikcə əlbəttə ki, elektron kənd təsərrüfatında da müəyyən əlavə modullar, təkmilləşdirmələr aparılır. Elektron kənd təsərrüfatı sistemi ümumilikdə aqrar subsidiyaların verilməsində çox mühüm bir dəyişikliyə gətirib çıxartmışdır. İlk növbədə ECTIS, biz qısa olaraq dediyimiz ECTIS, elektron kənd təsərrüfatı informasiya sistemi qeydiyyatı asanlaşdırmışdır. Biz bu günləri ECTIS-in sayəsində nə qədər fermerin varlığını, nə qədər əkin olunduğunu, haralarda bu əkinlərin olduğunu, nə əkildiyini, nə qədər əkildiyini artıq real rəqəmlərini bir neçə ildir ki, bunları toplaya bilirik. Bu ildən etibarən artıq fermerlər sahələrində işləyən insanların sayının da qeydiyyatını aparmağa başlayırlar. Yəni, bu bizə zamanla kənd təsərrüfatında real işləyən işçilərin, birbaşa sahədə işləyən işçilərin sayını da dəqiqləşdirməyə kömək eləyəcək. Bu ildən etibarən məhsul subsidiyasında fermerlər, əkinçilər tərəfindən daxil edilən vergi hesab fakturalarının da vergi xidmətləri orqanları ilə inteqrasiya sayəsində vergi hesab fakturaları da avtomatik inteqrasiya olunur və dəqiqləşdirmələr təsdiqlənir və avtomatik subsidiya formalaşdırılır. Artıq o sənədin manual yoxlanmasına ehtiyac yoxdur. Bundan əlavə elektron kənd təsərrüfatında bu ildən etibarən əkin monitorinqlərini biz artıq süni intellektin tətbiqi ilə və peykdən çəkilən şəkillərin sayəsində, alqoritmlər sayəsində də monitorinqləri həyata keçirə bilirik. Mən xatırlayıram, biz COP29 dövründə də sizlə müsahibə etmişdik və siz həmin vaxt ağıllı texnologiyaların tətbiqindən danışmışdınız. Həmin ağıllı texnologiyaların tətbiqinin nəticələri necə qiymətləndirirsiniz? Kənd təsərrüfatı daim təkmilləşən bir sahədir və burada da əsas da elmin təsiri çox böyükdür dünyada və Azərbaycan da ondan heç də geri qalmır. Bu nöqteyi nəzərdən dəqiq əkinçilik kənd təsərrüfatında çox vacibdir və bu günləri sadəcə bizim həmişə alışdığımız şəkildə hektar başına gübrənin, dərmanların verilməsi deyil də, demək olar ki, hər kvadrat metr torpağın ehtiyaclarına öyrənilməsi əhəmiyyətlidir. Bunun üçün müxtəlif avadanlıqlar mövcuddur. Bundan əlavə torpaq işləmə avadanlıqları, torpaq hamarlama qoşquları, müxtəlif texnikalar, avadanlıqlar da dövlət güzəştinə salınıbdır və dövlət güzəşti olaraq biz onlara dəstək veririk. Bu 20-40-40 modeli mövcuddur. Bu siyahıya müasir suvarma avadanlıqları da daxildir. Və eləcə də son illər bəzi dərmanlama texnikası olaraq dronlardan da istifadə olunur və bunlar da artıq güzəşt siyahısına daxildir. Və bu ağıllı yanaşmalar deyək və ya daha dəqiq kənd təsərrüfatı tətbiqləri, mexanizmləri məhsuldarlığın artmağına xidmət edir. Yəni, biz bunun şahidi oluruq, ildən ilə məhsuldarlığın artdığını görürük. Və bunların sayəsində əlbəttə ki, daha yaxşı nəticələr və fermer üçün daha gəliri artıra biləcək istiqamətli addımlar atılır. Bundan əlavə, aqrar süni intellekt layihəsinə biz başlamışıq keçən ildən və bu layihə çərçivəsində 30-a yaxın bir modulun işlənməsi nəzərdə tutulubdur. Bunlardan artıq 8-9 modul test rejimindədir və bunlar həm fermer reyting sistemidir, daha sonra torpaq xəritəsidir, bitki sağlamlığı xəritəsidir, ölkə üzrə bitkilərin xəritəsidir, regionlar üzrə. Daha sonra örüş otlaqların idarə edilməsi moduludur, suvarma moduludur, suvarma idarə etməsi moduludur. Bunların hər biri fermerə öz sahəsindən data toplamağa, məlumat almağa xidmət edəcək modullardır. Yəni, bu günləri həmin data olmadan, məlumat olmadan atılan hər bir addım körtəbii addım olacaq. Amma nə qədər çox bizim məlumata əlçatanlığımız varsa, iqlim məlumatına əlçatanlığımız varsa, bir o qədər daha yaxşı sahəyə yönəlik qərarlar verə biləcəyik. Bir o qədər daha yaxşı fermerlərə biz məsləhət xidmətlərini təqdim edə biləcəyik ki, fermer əkdiyi bitkiyə nə vaxt qulluq eləsin, necə qulluq eləsin, hansı addımları atsın və bu da əlbəttə ki, məhsuldarlığın artmağına xidmət edəcək. Yeni texnologiyaların tətbiq olunması, subsidiyaların verilməsi kiçik fermerlərin hansı problemlərini həll elədi və hansı problemləri hələ də həll olunmamış qalıbdır? Kiçik fermerlərin əsasən çətinlikləri bu çox kiçik ölçüdə qalmaqlarıdır və təəssüf ki, kiçik ölçülü torpaq sahəsində yüksək gəlir əldə etmək olduqca çətindir. Bu nöqteyi nəzərdən vahid sahədə vahid əkin
siyasətini yürütməyə çalışırıq. Eyni zamanda hal-hazırda konsolidasiya layihəsi üzərində qanunvericilik layihəsi hazırlanır və mən inanıram ki, konsolidasiya tətbiq olunduğu halda bir fermerlərin əkin ərazilərinin koordinat məsələlərinin çoxu həll olacaq, fermerlərin su ilə təminatı daha yaxşılaşacaq, fermerlərin əraziləri kompaktlaşacaq. Çünki bugün bəzən olur ki, bir kiçik fermerin hətta kiçik sahəsi belə 3-4 yerə parçalanıbdır. Ortalama olaraq Azərbaycanda bir fermerə 3.5 sahə düşür. Yəni hətta məsələn 2 hektar sahəsi olan, 1 hektar yarım sahəsi olanın belə 3 yerdə torpağı var. Biz düşünürük ki, ana problemlər bunlardır və bunlar həll olduqca əlbəttə ki, fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Amma eyni zamanda biz fermerlər üçün, əsas da kiçik fermerlər üçün müəyyən güzəştlər də bu günləri tətbiq edirik. Güzəştlər nələrdir? Subsidiya mexanizmi bərabər olmasına baxmayaraq, kiçik fermerlərdə bəzi güzəştlər verilir. Bunlar nələrdir? 3 hektarın altında əkin eləyən fermer torpaq analizi icbari deyil. Təşviq olunur əlbəttə ki, könüllü eləyənlər düzgün olanı onun laborator analizlərinin həyata keçirilməsidir, amma bu icbari deyil, subsidiyaya bağlanmayıbdır. Bu ildən biz sertifikatlı toxum, əsas da buğda və arpada sertifikatlı toxum tətbiqini məcbur eləmişik. Burada da məqsədimiz əlbəttə ki, daha yaxşı toxumların əkilməsidir və məhsuldarlığın artırılmasına xidmət etməkdir. Burada biz 10 hektarın altında olan fermerlər üçün bunu icbari eləməmişik. Daha çox 10 hektardan daha yuxarı. Bu istər-istəməz kiçik fermerlər üçün hələ ki müəyyən bir nəfəslikdir, müəyyən bir güzəştdir. Amma orta və uzun müddətdə deyim ki, bizim məqsədimiz bunu hər kəsə tətbiq eləməyə nail olmaqdır. Amma o halda ki, fermer artıq daha çox gəlir əldə eləməyə müəyyən bir şərait formalaşmış olacaq. Bəs gənclərin aqrar sahəyə marağı necədir? Varmı? Aqrar sahədə təəssüf ki, fermerlərimiz orta yaşı bugün olduqca yüksəkdir, 60-ın üzərindədir. Düzdür, son bir neçə ildə bir cavanlaşma görürük, müəyyən bir və burada biz başa düşürük ki, daha çox yaşlı nəslin, rəhmətə gedən yaşlı nəslin yerinə onların adına olan torpaq sahələrini və əkin ərazilərinin onlardan daha yaşca kiçik övladlarının tərəfindən bəyan olunmasıdır. Eyni zamanda qeyd edeyim ki, 2025-ci ildə ilk birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilirdi və həmin investisiya forumu çərçivəsində aqrotexnologiyalar zonasında təxminən 19-a yaxın startapçı 18 startap layihələrini təqdim elədilər. Eyni zamanda gənclərin əsas da kənd təsərrüfatında proqramlaşdırma, kənd təsərrüfatında rəqəmsallaşmanı təşviq eləmək nöqteyi nəzərdən, yerli kadrların burada həm marağının artması, həm yerli kadrların cəlb olunması nöqteyi nəzərdən ölkənin 20 ali təhsil ocağından təxminən 90-a yaxın tələbə və startapçıları biz keçən il ölkə üzrə 5 bootcampa cəlb elədik. Və bu o tələbələrdir ki, onlar universitetlərdə, ali təhsil ocaqlarında IT sahəsində, süni zəka sahəsində, aqronomluq sahəsində dərslər götürürlər və təhsil alırlar. Bu bootcampları biz ikisini azad olunmuş ərazilərdə Zəngilanda və Xankəndində təşkil elədik. Üçü isə biri Şamaxıda, biri Xaçmazda, biri də Saatlıda təşkil olunmuşdu. Bu startapçılardan çox maraqlı ideyalar var. Əsas da suyun idarə olunması istiqamətində, torpaqda rütubətin idarə olunması istiqamətli, daha sonra toxumçuluqla bağlı, heyvandarlıqda heyvanların səhhətinin kontrol olunması istiqamətli müxtəlif bu kimi maraqlı ideyalar və startaplar var. Mən inanıram ki, bunlar zamanla öz yaxşı nəticələrini gətirib çıxarar. Eyni zamanda qeyd edeyim ki, aqrar təhsil üzrə Azərbaycan Dövlət Aqrar Universitetinin EGE Universiteti ilə İzmirdə yerləşir. Birgə ikili diplom proqramı var. Bir neçə il qabaq bu diplom proqramına 20 tələbə, 25 tələbə qoşulmuşdursa, bugün artıq 125 tələbə bu ikili diplom proqramı üzrə təhsil alır və bu sevindirici bir haldır. Eyni zamanda biz ildən ilə aqrar universitetdə qəbulların sayının artdığını, tələbə sayının artdığını görürük. Bu da müəyyən mənada sevindiricidir. Amma bugün məni bu qadindirmi, xeyr, əsas da heyvandarlıq istiqamətində baytar olaraq bizim ölkədə ciddi bir gənc baytarlara xeyli ehtiyacımız var. Baytarlıqda orta yaş xeyli daha yüksəkdir, 65-i demək olar ki, keçir. Bu bir tərəfdən və bizim bəzi bölgələrində də baytar çatışmazlığı bu nöqteyi nəzərdən yaşayırıq.
Aqrar Universitet bu günləri Gəncədə yerləşir və biz Aqrar Universitetin tələbələrinin 70%-dən çoxunun o regiondan olduğunu görürük, amma bəzi digər bölgələrdən isə tələbələr daha sayı azdır. Aqrar fakültə olaraq həm Naxçıvanda, həm Lənkəranda aqrar fakültələri var və 24-cü ildən başlayaraq və 25-ci ildən heyvandarlıq fakültəsi açıldı. Adada İtaliyanın Bologna Universiteti ilə birgə bir aqrar fakültə də açıldı, aqrar məktəbi açıldı. İnanıram ki, bu genişləndikcə, tələbə sayı artdıqca gənclərin həm cəlb olunması nöqteyi nəzərdən, həm də aqrar sahədə gənc mütəxəssislərin artması da bizim işimizi biraz daha asanlaşdıracaq. Bəs keçmiş köçkünlərin torpağa qayıdışı üçün hansı stimullar var? Yəni burada onlarla bağlı subsidiya və güzəştlər nəzərdə tutulubmu? Azad olunmuş ərazilərdə fermerlərin geri qayıdan əhali üçün və orada investisiya edən sahibkarlar, əkinçilər üçün Azərbaycan digər bölgələri ilə müqayisədə ilkin etapda daha yuxarı subsidiya nəzərdə tutulubdur. Demək olar ki, 50% daha yuxarı subsidiya ilə təşviq olunur. Müasir suvarmanın tətbiq olunmasında bu xeyli daha yuxarıdır və meyvəçiliyin orada inkişaf etdirilməsi eyni zamanda da daha yuxarı əmsallarla təşviq olunur. İşğaldan azad olunmuş ərazilərdə aqrar mənzərənin yaxın 10 ilini necə görürsünüz? Çox gözəl bir məqama toxunursunuz, Səminə xanım. Azad olunmuş ərazilərə mən Azərbaycanın gələcəyinin bir aqrar modeli kimi baxıram. Və tək Azərbaycan deyil, həm regionun, həm dünyaya nümunə ola biləcək bir model olaraq baxıram. Bu, həm parselləşmə nöqteyi nəzərdən, torpaqların vahidliyi nöqteyi nəzərdən, torpaqların ərazidən infrastrukturla təmin olunması nöqteyi nəzərdən, suvarma olaraq bizim ana tələbimiz mütləq olmazsa olmaz müasir suvarmanın tətbiq olunmasının icbariliyidir azad olunmuş ərazilərdə. Daha sonra istifadə olunan toxumların mütləq sertifikatı toxum olmağıdır. Ora zona olaraq xəstəliklərdən arındırılmış bir zona olaraq baxırıq eyni zamanda. Yəni, bütün bunlara biz baxanda azad olunmuş ərazilərdə həqiqətən müasir təsərrüfat modelinin formalaşacağına və həm Azərbaycanda digər bölgələrlə nümunə ola biləcəyinə və dünyada da bir misal çəkiləcəyinə mən inanıram. İstər müsahibənin əvvəlində, istərsə də indi bu sertifikatlı toxum məsələsinə toxundunuz. Bu fermerlərin hamısı bu sertifikatlı toxumdan istifadə etməyə məcburdurlarmı? Və yaxud da belə deyim, istifadə etməyənlərlə bağlı necə araşdırma aparılır ki, məsəl üçün bu fermerlər sertifikatlı toxumdan istifadə etməyərək daha yararsız toxumdan istifadə edirlər? Biz sertifikatlı toxum deyəndə bizim əsas məqsədimiz toxumun keyfiyyətinə əmin olmağımızdır. Sertifikatlı toxum, bu əlbəttə ki, Azərbaycanda istehsal olunan və ya Azərbaycana idxal olunan toxumların sertifikatlaşması, bu o deməkdir ki, həmin toxum müəyyən standartlara cavab verir. Çıxış faizi olaraq, düzəlmə faizi olaraq, tərkib olaraq, genetika olaraq daha yaxşı toxumlardır deyə. Bunu təşviq etməyimizin ana məqsədi getdikcə ölkədə məhsuldarlığın artmasına nail olmaqdır. Bu günlərə hələ bütün fermerlər buna məcbur deyirlər. Dediyim kimi, kiçik fermerlərə biz buna icbari etməmişik. Bunun birinci səbəbi ölkədə istehsal olunan toxum hələ bütün ölkə taxıl sahəsini əhatə edəcək qədər deyil. Bir səbəbi budur. İkinci səbəbi isə buna bir fermerlərin alışmasına gətirib çıxartmaqdır. Və eyni zamanda da müəyyən bizim nəzarət infrastrukturunun, alətlərinin oturuşmasıdır. Çünki biz bunu bu ildən başlamışıq tətbiq eləməyə və istər-istəməz bu tətbiq içərisində hansı boşluqlar çıxacaq, nə kimi çatışmazlıqlar olacaq, nə kimi təkmilləşdirmələr etməliyik, bunları da görəcəyik. Burada təkmilləşdirmələr etdikcə biz növbəti illərdən daha əhatəsinin daha genişləndirməyə çalışacağıq ki, daha çox fermerlər, amma baxmayaraq ki, biz kiçik fermerləri buna məcbur eləmirik subsidiya almasına nəzərdən, biz təşviq eləyirik. Biz məlumatlandırma sessiyaları təşkil eləyirik. Bütün bölgələrdə təşkil olunan aqrar biznes festivalları var. Demək olar ki, bu son 2 ildə bütün Azərbaycan rayonlarında, ucqar rayonlara daxil aqrar biznes festivallarını təşkil eləyirik. Payız əkinlərindən qabaq 2 ay öncəsində, avqust, sentyabr və oktyabr aylarında isə intensiv toxumçuluq, həmin sərgilər çərçivəsində toxum sərgiləri də təşkil edirik. Və orada o toxum sərgiləri çərçivəsində də fermerlərlə görüşlər təşkil edirik. O fermerlərə aşılamağa çalışırıq ki, sertifikatlı toxumun xeyirləri nədir, qarantiyalar nədir? Əlbəttə ki, bu toxum daha bahadır və ən böyük ilkin narazılıqları oradan gəlir. Amma məhsuldarlığa onun artdığını izah eləyəndə,
daha çox məhsul alacağını və avtomatik olaraq daha çox gəlir əldə edəcəyini dərk elədikcə fermerlər buna meyl göstərdilər. Ötən il hədəflərinizin neçə faizinə çatdınız və ikinci bir sual bunun davam olaraq demək istəyirəm ki, bu ilki Kənd Təsərrüfatı Nazirliyinin hədəfləri nədir? Keçən il bəzi istiqamətlərdə çox uğurlu nəticələrimiz oldu. Bəzi istiqamətlərdə isə hələ də təkmilləşdirmələrə ehtiyac olduğumuzun qənaətinə gəlmişik. Ən böyük uğurlarımız bu qeyd etdiyim kimi pambıqçılıq və taxılçılıq istiqamətli oldu. Amma burada da hələ də gedəcəyimiz yollar çoxdur. Bununla paralel bizim çox önəm verdiyimiz uzun müddətdə dayanıqlı kənd təsərrüfatının formalaşdırılmasıdır. Uzun müddətli dayanıqlı kənd təsərrüfatı isə idarə olunan suvarma sistemi olmadan mümkün deyil. Mən şəxsən bunun inananıyam. Bu nöqteyi nəzərdən mən son 3 ildə ölkədə müasir suvarma tətbiq olunan sahələr təxminən 85-87 min hektardan bu illəri 127 min hektara çatır. Bu ciddi bir artımdır. Yetərlidirmi? Deyil. O nöqteyi nəzərdən biz bu ildə əlbəttə ki, müasir suvarmanın genişlənməsini təşviq edəcəyik və bunun üzərində daha çox çalışacağıq. Buna genişlənməsinə kömək edən proqramlardan biri 23-cü ildə başlanan ərzaqlı buğda proqramıdır və ərzaqlı buğda proqramı çərçivəsində biz keçən ildə həmin proqram çərçivəsində ən yüksək məhsul istehsal eləmişik. Ortalama məhsuldarlığımız 5,7 ton təşkil edib bir hektardan. Yəni ölkə ortalama məhsuldarlığın 3,3 ton, 3,4 ton olduğunu buğdada nəzərə alsaq, 5,7 ton demək olar ki, 2 dəfəyə yaxın bir artım, 1,8 dəfə. İkincisi 126 min ton ərzaqlı buğda istehsal olunub. Bu onu göstərir ki, biz Azərbaycanda ərzaqlı buğda istehsal eləməyə qadirik, mümkündür. Amma bunun üçün dediyim kimi o həmin infrastruktur mövcud olmalıdır. Həm toxum keyfiyyəti olaraq, aqrotexniki qulluq olaraq, amma ən başlıcası su mövcudluğu və müasir suvarmanın mövcudluğudur. 25-ci ildə ixracatda çox böyük uğurlarımız oldu. Dediyim kimi, neçə illərdir ki, meyvəçiliyə çox ciddi yatırımlar və təşviqlər edirik və bunun nəticəsi olaraq biz keçən illəri ixracatın 15% artdığını gördük. Meyvə ixracatlarının bir çox meyvə növlərində isə 20, 30, 40% artımları gördük. Yəni bunlar əlbəttə ki, həm məhsul diversifikasiyası nöqteyi nəzərdən və ölkəyə valyuta gətirilməsi nöqteyi nəzərdən yaxşı nəticələrdir. Bu il üçün bizim ana hədəflərimiz müasir suvarmanın genişləndirilməsinə nail olmaqdır, sertifikatlı toxumun tətbiqini genişləndirməkdir. Eləcə də heyvandarlıq sahəsində yeni dəstək alətlərini işə salmaqdır. Bunun başında süd subsidiyasının verilməsidir. Buradakı məqsədimiz fermalarda istehsal olunan südün zavodlara təslim olunan hər litr südə müəyyən məbləğdə dəstəyin verilməsidir. Biz inanırıq ki, bu öz müsbət təsirini verəcək. Bundan əlavə damazlıq heyvanların və damazlıq təsərrüfatların heyvandarlıq sahəsində genişlənməsinə nail olmaqdır və quşçuluq sahəsində ölkədə yeni damların inşasının genişlənməsinə nail olmaqdır. Məcnun müəllim, təşəkkür edirəm. Suallarımıza ətraflı və geniş cavab verdiyiniz üçün minnətdaram. Səbinə xanım, təşəkkür edirəm. Çox xoş oldu sizinlə bir də görüşmək və gələn görüşlərədək. Çox sağ olun. Xatırladım ki, vacib sualı Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov cavablandırırdı. Görüşmək ümidi ilə hələlik.